İndi isə daha ətraflı xəbər verdiyimiz kimi bugün Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub. Prezident İlham Əliyev mərkəzin açılışında iştirak edib. Peşə təhsili artıq bütün dünyada alternativ yox, iqtisadi inkişafın əsas dayaqlarından biri kimi çıxış edir. Ölkəmizdə bu sahənin prioritet istiqamətlər sırasına çıxması da təsadüfi görünmür. Məqsəd aydındır. Gəncləri real bacarıqlarla təmin etmək və onların məşğulluq imkanlarını genişləndirmək. Elm və Təhsil Naziri Emin Əmrullayev dövlətimizin başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verdi. Bu mərkəzin təməli 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lirik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilərək onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Mərkəz 2024-cü ildən etibarən publik hüquqi şəxs kimi fəaliyyət göstərir. Müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman, yataqxana, kulinariya təlim korpusları, təlim qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və dəzgahların kompüterləşdirilməsi idarə etmə sistemi, emalatxanaları yaradılıb. Burada eyni zamanda informatika kabinetləri, müasir sinif otaqları, hərbi hazırlıq kabineti, kitabxana, 300 nəfərlik akt zalı və yeməkxana fəaliyyət göstərir. Ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib və yenidən qurmadan sonra korpusların sayı 7-yə çatdırılıb. (2025-26-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Onlardan 385-i qadındır. Müəssisədə turizm, kənd təsərrüfatı, sənaye, xidmət, IT texnologiyaları və alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir. Mərkəzdə yeni maddi-texniki baza formalaşdırılandan sonra bir çox müasir ixtisaslar, o cümlədən elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı, kiber təhlükəsizlik, kompüter sistemlərində proqramlaşdırma, binaların tikintisi və istismarı, elektrik xətlərinin, günəş panellərinin quraşdırılması və təmiri üzrə mütəxəssis və texnik ixtisasları tədris olunur.
Burada tələbələrə ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili pillələri üzrə biliklər verilir. Hazırda mərkəzdə 138 nəfər çalışır. Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi kadr hazırlığı istiqamətində dövlət və özəl sektoru təmsil edən 30-a yaxın müəssisə ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığa özəl sektorla birgə kadr hazırlığı, mütəxəssislərin tədrisə cəlb olunması, istehsalat təlimləri, ustad dərsləri, həmçinin sosial və innovativ layihələrin icrası daxildir. Bizim əsas məqsədimiz odur ki, bu işin əvvəlindən, lap əvvəlindən sonuna qədər, yəni ki, o dəyər zənciri ki var, məhsulun bazara çıxana qədər tələbələrimiz o prosesin iştirakçısı olsunlar, onu əyani formada görsünlər və gələcəkdə öz bizneslərində belə istifadə edə bilsinlər.